Elm və Təhsil naziri Emin Əmrullayev Respublika fənn olimpiadalarında yüksək nəticə göstərib birincilərin birincisi adını qazanan olimpiyadaçı şagirdlərlə görüşüb. Görüşdə olimpiyadaçılar uğur yolundan, yarışlara hazırlıq prosesindən və gələcək hədəflərindən danışıblar. Elm və Təhsil naziri Emin Əmrullayev olimpiyada qaliblərini təbrik edib, onların uğurlarının ölkənin təhsil potensialının göstəricisi olduğunu qeyd edib. Nazir beynəlxalq və yerli olimpiyadalarda əldə olunan nəticələrin Azərbaycan gənclərinin elmi biliklərə marağının artdığını nümayiş etdirdiyini bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib. Mən Mustafayev Fuad Sənan oğlu, İsmail Şəhər İsrail Həsənov adına bir saylı tam orta məktəbin 10-cu sinifdə oxuyuram. Hansı fənn üzrə birincilərin birincisi olmusan? Tarix fənni üzrə. Necə keçdi sənin üçün bu görüş? Bu görüş mənim üçün fərəh hissidir və özümü çox qürurlu hiss edirəm. Mən Fatimə Nuriyeva, Saatlı rayonu Azad Bayramovadan Məmmədabad kənd tam orta məktəbinin məzunuyam. Bu keçilən olimpiyadalarda qızıl medal qazandım və birincilərin birincisi oldum. Hansı fənn üzrə? Azərbaycan dili və ədəbiyyat fənni üzrə. Ümumiyyətlə görüş necə keçdi sənin üçün? Çox yaxşı. Nazir fikirlərimizi soruşdu, təkliflər irəli sürdük və bu da çox yaxşı idi. Mən Bakı şəhəri Kimya Biologiya Əhali şagirdiyəm, 10-cu sinif şagirdiyəm, adım da Cavad Xəlzadədir. Hansı fənn üzrə birincilərin birincisi olmusan? Mən kimya fənni üzrə birincilərin birincisi olmuşam. Necə keçdi görüş sənin üçün? Yəni, görüş çox maraqlı idi. Yəni, zəhmətimizin qarşılığını aldıq.